Əziz izləyicilər, hal-hazırda Tovuz rayonunun Yuxarı Öksüzlü kənd məzarlığındayıq. Bugün kəşfiyyatçı Şuşa Fatihi Qəhrəmanoğlu qəhrəman şəhidimiz Əliyev Fuad Raminoğlunun ad günüdür. Bizlər də hər zaman olduğu kimi Tovuz Turan ailəsi olaraq gəlmişik şəhidimizin ziyarətinə. Hər zaman özümüzə borc bilirik şəhidlərimizi ziyarət edək. Cənnət mələyi ad günün mübarək olsun. Allah doğmalarına səbir versin. Gördüyünüz burada bu cənnəti şəhidimizin öz atası yaradır. Ad günün mübarək olsun Qəhrəmanoğlu. Çox çətindir söz demək. Könül istərdi bugün Fuadımızın xeyir işinə toplaşardı. Aramızda olardı, yanımızda olardı. Yine de vətən sağ olsun, başımız sağ olsun. Allah doğmalarına səbir versin. Cümle Azərbaycan şəhidlərinin ruhu şad olsun. Gördüyünüz analar şəhid analardır, şəhid valideynlərdir. Hər biri bizim üçün əzizdir. Bismillahirrahmanirrahim. Yusabbihu lillahi ma fis semavati ve ma fil arzil Melikil Kuddusil Azizil Hakim والذي بعث في الأميين رسولا منهم يتلو عليهم آياته ويزكيهم ويعلمهم الكتاب والحكمة وإن كانوا من قبل لفي ضلال مبين وآخرين منهم لما يلحقوا بهم وهو العزيز الحكيم ذلك فضل الله يؤتيه من يشاء والله ذو الفضل العظيم مثل الذين حملوا التوراة ثم لم يحملوها كمثل الحمار يحمل أسفارا بئس مثل القوم الذين كذبوا بآيات الله عما يصفون وسلام
الشهداء والصديقين اللهم نور لي قلوبنا بنور القرآن اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات تابع اللهم بيننا وبينهم بالخيرات وإلى روح المرحوم المغفور المعلوم وإلى أرواح المرحومين المغفورين المبرورين المنويين بحق محمد وآله وبالفاتحة اللهم صل على محمد وآل محمد بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد اللهم صل على محمد وآل محمد Allah rahmet eylesin şehidimiz Fuat Ramin oğluna. Allah ruhunu şad eylesin. Allah cem şehitlerimize rahmet eylesin. Allah şehitlerimizin medamını daha da uzay eylesin. Amin. Allah cem şehitlerimizi ruhunu şad eylesin. Bu günler Fuat kardeşimizin mevlud günüdür. Bize Tulus tutan şehit ailelerine qayğı ictimai birliği olarak her zaman şehit ailelerimizin yanındayız. Onları tek koymağa yani çalışmırıq ki, onlar tək qalsınlar. Onlar həmişə istəyirik ki, yanlarında, əhatələrində insanlar olsunlar. Heç bir zaman şəhidin atası, anası tək qalmasın. Allah səbir versin. Qürurlu bir dərddir. Amma nə qədər qürurlu çox edərlər. İki qatlı onun çətinliyi onu ağlatsın. Ruhu şad olsun. Yəni, nə hər ailəyə qismət olmaz şəhidlik zirvəsi, nə də hər evlara qismət olmaz. Allah Teala özünüzü ağırlasın. Həmişə onsuz saçınız kimi yüzünüzdə. Ruhu şad olsun cəm şəhidlərimiz. Bugün biz Tulus tutan şehit aileler birliği olarak Fuat Boran'ın mevludu gününe yazılmışız. Biz hem şehit aileler adına hem de vatandaş borcumuz olarak ailenin yanında olmalıyız. Onları yatan çıkartmamak için onları ziyaret etmeliyiz ki onların da ruhu şad olsun ki görsünler ki biz de onları unutmuyoruz. Onlar değil ki biz aileler. Onlar bugünkü günde hayatta yaşayan her bir vatandaşlık borcu kimi özünü borç bilmelidir ki bu ailelerin yanında olmalı, onlara şehidini ziyaret etmeli, onlara təsəlli vermeli. Ailelere təsəlliden başka bir şey lazım değil. Ruhu şad olsun, geldik, yad elədik. Onlar bugünkü günü yaralıblar, bugünkü şərait yaralıblar. Məlumanlıq onların sayəsindədir. Bu mərdiki doğrular olmasaydı bugünkü gündə biz de yəqin ki burada ola bilməzdik. Bin yolları geldik, yad elədik, ruhlar şad olsun. Bu bayrağımızı yüksekle kaldırıblar, bayrağımız həmişə yükseklikdə olsun. Ülke başçımızdan, başkanımızdan, ülke başçısından eksik olmasın. Allah sağını sağ eylesin, ömrümüzün olmasın. Bu əmin-amanlıq xalqımız üçün daim olsun. Amin inşallah. Buyurun demin. 20-ci əsrin 10 may tarixi və 20-ci əsrin ikinci yarısı Azərbaycan xalqının bugün üçün, gələcəyi üçün müasir Azərbaycan dövlətinin əsaslarını qurub yaratmaq üçün tariximizə müasir Azərbaycan dövlətinin qurucusu və banisi dünya qiyası siyasi xadim Heydər Əliyevi bəxş etmişdir və 21-ci əsrin birinci yarısı isə Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün sürən təmin edilməsi üçün Türk rəhbərimiz Heydər Əliyevin şah əsəri olan Azərbaycan Respublikasının son 200 illik tarixdə işğalına, təcavüz siyasətinə, ermənilərin təcavüzkar siyasətinə son qoymaq, soyqırımı siyasətinə, etik təmizləmə siyasətinə son qoymaq məqsədi ilə və Heydər Əliyevin qurub yaratdığı Azərbaycan Respublikasının ərazi bütövlüyünü
sülhü təmin etmək üçün 21-ci əsrin onu may tarixi isə xalqımıza bu cür misyanı yerinə yetirmək üçün, yəni Azərbaycan Respublikasının ərazi bütövlüyünü sülhün təmin etmək üçün müdrik rəhbərimizin siyasətinin ən layiq davamçısı cənab İlham Əliyevin komandanlığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etmək üçün 21-ci əsrin ilk ilində, yəni onu iyun tarixdə Fuad Raminoğlu Əliyev kimi qəhrəman igid oğullar, minlərlə oğullar bəxş etmişdir. Biz onlarla fəxr edirik. Fuad Raminoğlu Əliyev kimi kəşfiyyatçılarımız, qəhrəman igid oğullarımız, müasir Azərbaycanımızın qurucusu və banisi Heydər Əliyevin siyasətinə, onun ən layiq davamçısı cənab İlham Əliyev siyasətinə dəstək verərək, onun siyasətinin məntiqi nəticəsi olaraq və bu siyasətə Azərbaycan xalqının və kəşfiyyatçı Fuad Raminoğlu Əliyev kimi minlərlə qəhrəman oğullarımızın verdiyi dəstəyin nəticəsi olaraq Azərbaycan bugün dünyada ən nüfuzlu, ən qüdrətli dövlətə çevrilmiş. Yəni ki, özünün ərazi bütövlüyünü sülhünü təmin etməklə. Yəni biz bu cür oğullarımızla, Fuad kimi yüzlərlə, minlərlə qəhrəman cəsur oğullarımızla və Azərbaycanın tarixinə milli qəhrəman, vətən müharibəsi qəhrəmanı olaraq daxil olmuş hər bir şəhidimizlə fəxr edirik. Yəni müdrik rəhbərimiz Heydər Əliyev də onların barəsində və cənab prezident də demişdir ki, şəhidlərimizin uyduğu məzarlar Azərbaycanın ən müqəddəs torpağıdır, ən əzəmətli, ən qüdrətli abidəsidir. Yəni Azərbaycanın tarixində çox böyük abidələr vardır. Onda şəhid abidələri, şəhid məzarları Azərbaycanın ən əzəmətli, ən uca abidəsidir. Biz şəhidlərimizlə fəxr edirik. Onların qarşısında daima biz baş əyirik. Onların ruhlarının şad olması, onların Azərbaycan xalqının birgə olması, onların əbədi yaşarlığı təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq bugün biz bura yığışmışıq ki, onun ad günü onunla birlikdə yad edək. Yəni biz ona görə şəhidlərimizə deyir, şəhidlərimiz əbədi yaşardılar. Allah şəhid ailələrinə səbir, təmkin versin, onları qəhrəman ruhda böyüdən atalara, analara can sağlığı versin. Allah xalqımızı qorusun. Allah Azərbaycan ordusunu qorusun. Allah Azərbaycan Respublikasının prezidenti, silahlı qüvvələrimizin Ali Baş Komandanı, müasir Azərbaycanın 20 illik tarixini qəhrəman igid oğullarımızın qəhrəmanlığı sayəsində Azərbaycanın ərazi bütövlüyünü təmin etmiş cənab İlham Əliyev qorusun. Allah bir daha cəmi şəhidlərimizə rəhmət eləsin. Biz bugün Fuad Raminoğlu'nun cənnətdəki mövludunu, onun ailələrini tək qoymamaq üçün onların yanında olmuşuq. Biz şəhid ailələri olaraq hər birimiz hər zaman şəhid ailələrinin yanında oluruq, onlara dəstək oluruq, onların dərdinə şərik oluruq. Mən Azərbaycan xalqının gənclərindən, adi insanlardan, ziyalılardan, vətəndaşların hər birinə xahiş edirəm ki, həmişə hər dəqiqə diqqətiniz şəhid ailələrinin yanında olsun. O şəhid ailələri sizlərdən heç nə istəmir. Onların qapısını açıb, deyəndə ki, necəsən, nə tərsən, sənə nə lazımdır, şərt o deyir ki, onu verəsən. Bu sözləri deyəndə o şəhid ailələri biraz təskinlik çəkir. Gəlin hər birimiz, hər dəqiqə şəhid ailələrinin yanında olaraq, mən də özümü bir şəhid bacısı olaraq özümə borc bilirəm ki, bu şəhid ailələrinin həmişə yanında olum, onların o gözəl nur üzlü balalarını ziyarət edeyim. Bütün Azərbaycan şəhidlərinin hər birinə Allah rəhmət eləsin, məkanları cənnət olsun, prezidentimizə Allah kömək olsun, şəhid ailələrinin hər birinə Allahdan can sağlığı, səbir diləyirəm. Şəhidlik həqiqətən uca bir zirvədir, o zirvəyə heç vaxt əl çatmaz. Bizlərin də hər biri bu şəhidlərə borcluyuq. Bizlər bugün bura yığılıb, əgər bu söhbəti elləyiriksə, bizlər bir məclis qururuqsa, bu oğulların sayəsində qururuq. Gəlin o oğulların hər birini özümüzü borc bilib, onları hər dəqiqə ziyarət edək, onların qarşısında baş əyək. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Allah ruhunu şad etsin qəhrəman şəhid. Allah ailənə səbir dözüm versin. Heç vaxt dəyişməyən ad günü mübarək. Fuad balamızın günü ad günüdür. Cənnətdəki dəyişməyən ad günü mübarək olsun.
Bütün şehitlerimizin yeri cennet olsun. Fatih balanın cənnətləsi ad günü mübarək olsun. Allah rəhmət eləsin, şad olsun. Ailələri sevirməsin. Allah yerini cennet eylesin şehitlerimizin. Bütün şehitlerimizin ruhu şad olsun. Allah bütün şəhidlərimizin məkanı cənnət eləsin. Şehitlerin cennet mekan olsun. Bütün şehitlerin. Tamam, söz təqdim edirəm. Allah tüm şehitlerimize rahmet eylesin. Ruhları nurla olsun. Cem şehitlerimize Allah rahmet eylesin. Ruhları şad. Ad balamın cənnətdə ad günü nə deyim? Ad gününü cənnətdə ad günüm olur deyim. Nə deyim ay? Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Bütün şəhidlərimizə, Fatih balamızın da qəbri nurlandı olsun. Biz şəhid ailələri olaraq bugün Fatih balamızın ad gününə toplaşmışıq. Amma biz analar, atalar üçün bu çox çətin dərddir. Çünki biz balamızı görmürük, qucaqlamırıq, nəfəsini duymuruq. Cənnətdəki dəyişməyən ad günü mübarək olsun. Cəmi şəhidlərimizin, vətən üçün canını qurban verən körpə balaların ruhu şad olsun. Məkanları cənnət olsun. 24 yaşın mübarək olsun Qəhrəman oğul. Haqqını bizlərə halal elə. Ruhun şad olsun.